Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kethiren tayyiben mübarakan fih. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve men ihteda bihadiyihi ve istenna bisunnetihi ila yevmiddin. Əmmə ba'd. Necə bilirsiniz, qəlbi əməllərlə maraqlanmaq, yəni daha çox qəlbi əməllərə önəm vermək, zahiri əməllərlə maraqlanmaqdan daha vacibdir və daha öndədir, yəni müqəddəmdir. Necə ki, bunu İbn Qeyyim rahiməhullah və digər alimlər deyir. Yəni, müsəlman qəlbi əməlləri ilə daha çox maraqlanmalıdır. Necə bilirsiniz, var zahiri əməllər, yəni bədən üzvünün əməlləri, var qəlbi əməllər. Və qəlbi əməllər çoxdur. Və hamısından maraqlanmaq vacibdir. Yəni, insan qəlbini düzəltməlidir. Yəni, qəlbini islah etməlidir. Çünki qəlb islah olsa, bədən üzvləri də, yəni zahir də islah olacaq. O baxımdan alimlər ittifaq ediblər ki, qəlbi əməllərlə maraqlanmaq, qəlbi əməllərə önəm vermək daha vacibdir və daha müqəddəmdir. Və dedik, qəlbi əməllər çoxdur. O qəlbi əməllərin içərisində ən böyük olan və yeri daha böyük olan əməllərdən biri də səbirdir. Səbir etmək. Və bu, səbir etmək böyük ibadətdir. Və çox təəssüflər olsun, səbir, yəni əksər müsəlmanların boş buraxdığı məqamdır. Yəni, səbirə önəm vermirlər və ya səbir mövzusunu düzgün başa düşə bilmirlər. Və bu gətirib problemlərə çıxardır. Yəni, müşkül məsələlərə gətirib çıxardır. Yəni, insan səbir etməməklə Allaha asi olur. Səbir etməməyin nəticəsi ilə böyük problemlər ortaya çıxır. Və səbəb də səbir etməyib insan ona görə. Və səbir çox mühümdür. Vallahi, insan müminin həyatında səbir etmək, yəni onun səbirli olması, səbir etməsi çox vacibdir. Hətta Ömər radiyallahu anhu buyurur ki, biz deyir, səbirlə öz həyatımızı gözəlləşdirdik. Yəni, səbir etməklə bütün həyatımızı deyir, gözəlləşdirdik. Subhanallah. Yəni, səbir, alimlər deyirlər ki, səbir deyir, başın cəsəddə yeri necədirsə, yəni necə mühümdür, əgər cəsəddə baş olmasa, o cəsəd yox kimidir. Ona görə də deyir, başın cəsəddə yeri kimidir səbir insanın həyatında. Və bütün gözəlliklər, bütün gözəl həyat insan düzəldir səbir etməyi ilə. Və əksi də bütün problemlərə səbəb səbrin olmamasıdır. Və mən də istədim qısa olaraq, müxtəsər şəkildə səbir haqqında müəyyən məqamlara toxunaq. Səbir nədir? Neçə qismi var? Nədən ibarətdir mükafatı? Və hansı səbir daha üstündür? Və bu barədə istədim müxtəsər şəkildə izah edim. Ola bilsin, Allah subhanahu və teala eşidənlər və baxanlar üçün faydalı etsin. Səbir, lüğəti mənada həbs etmək mənasındadır. Yəni, qoruyub saxlamaq, həbs etmək. Yəni, səbrin lüğəti mənası. İstilahi mənada, yəni dini mənası səbrin, Allahın əmrlərinə, qadağalarına və məqdurlarına, yəni təqdir etdiklərinə səbir etməkdir. Yəni səbrin
istilahi mənası, yəni dini mənası odur ki, Allahın əmrlərinə, nəhi, yəni qadağan etdiklərinə və məqdurlarına, yəni təqdir etdiyi şeylər ki var Allahın, nə ki təqdir edib, onlara səbr etməkdir. Yəni səbrin 3 növü var. Və səbr etmək mükafatı böyükdür və inşallah bu səbrin hansı növü, yəni bu səbrin 3 növü haqqında ətraflı danışacağam və hətta bəyan edəcəm ki, səbrin növlərindən hansı daha üstündür. Və səbr haqqında Allah subhanahu və teala öz mübarək kitabında bir çox ayələrdə deyib. Məsələn, Allah təbaraka və teala buyurur, وَبَشِّرِ الصَّابِرِينَ Allah Teala buyurur, sən deyir, səbir edənləri müjdələ. Yəni, səbir edənləri. وَبَشِّرِ الصَّابِرِينَ Səbir edənləri müjdələ. Və başqa bir ayədə Allah subhanahu və teala buyurur ki, İnni cəzəytuhumul yevmə bimə sabaru. Bugün deyir, mən onlar deyir, səbir etdiklərinə görə onları mükafatlandırdım. Subhanallah. İnni cəzəytuhumul yevmə bugün mən onları mükafatlandırdım. Nəyə görə? Bimə sabaru. İnni cəzəytuhumul yevmə bimə sabaru. Səbir etdikləri üçün. Subhanallah. Və başqa bir ayədə Allah təbaraka və teala buyurur ki, وَالَّذ۪ينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُبَوِّئَنَّهُمْ مِنَ الْجَنَّةِ غُرَفًا تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِد۪ينَ ف۪يهَا نِعْمَ أَجْرُ الْعَامِل۪ينَ اَلَّذ۪ينَ صَبَرُوا. Bu əzəmətli ayədir. Allah subhanahu və teala bu ayədə bildirir ki, o kəslər ki, iman gətirib salih əməllər edirlər, onları altından çaylar axan, yəni ağacların altından çaylar axan cənnətdəki otaqlarda yerləşdirəcəyik. Yəni Allah təbaraka və teala deyir ki, biz iman gətirib salih əməl edənləri altından çaylar axan cənnət, orada olan otaqlarda yerləşdirəcəyik. Ora ni'mə əcrul amilin, əməl edənlərin əcri necə də gözəldir. Sonra fikir verin ayənin axırına, ayənin sonuna Əl-ləzīnə sabaru və alə rabbihim yətəvəkkəlun. O kəslər ki, səbir edib Rəbbinə təvəkkül ediblər. Subhanallah. Yəni Allah təbaraka və teala o cənnətdə olan neyməti xəbər verir. Sonra deyir, ora kimlər üçündür? Əl-ləzīnə sabaru. O kəslər ki, səbr ediblər. Və alə rabbihim yətəvəkkəlun. Və Rəblərinə təvəkkül edirlər. Və həmçinin digər bir ayədə Allah subhanahu və teala xəbər verib ki, mələklər cənnət əhlinə deyəcək ki, Səlamun aleykum bimə sabartum. Subhanallah. Mələklər cənnət əhlinə deyəcək ki, səbir etdiyiniz üçün sizə salam olsun. Səbir etdiyiniz üçün sizə salam olsun. Səlamun aleykum bimə sabartum. Və bu ayələr və digər ayələr göstərir ki, yəni səbir etmək necə əzəmətli bir ibadətdir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində deyir ki, وَمَا أُعْتِيَ أَحَدٌ عَطَاءً خَيْرًا وَأَوْسَعَ مِنَ الصَّبْرِ. Sizdən deyir, birinizə səbir kimi, fikir verin, sizdən birinizə səbir kimi geniş və xeyirli əta verilməmişdir. Subhanallah. Yəni səbir kimi insana xeyirli və geniş bir əta, bəxşiş, neymət verilməmişdir, deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Və səbr etmək ibadətdir. Səbrin alimlər, daha doğrusu bütün müsəlmanlar ittifaq ediblər ki, səbrin 3 qismi də vacibdir. Və yuxarıda qeyd etdim ki, dərsin əvvəlində səbrin 3
qismi var. Allahın əmrlərinə, qadağalarına və məqdurlara səbr etmək. Və bu 3 qismi də səbr etmək vacibdir. Və səbr böyük ibadətdir. Və biləndən sonra ki, səbr ibadətdir, deməli, ibadətdirsə Allah üçün olunmalıdır. Yəni, Allahdan başqası üçün səbr etmək olmaz. Aydındır? Yəni, bir şey ki, ibadətdir, yəni bilindi ki, ibadətdir, artıq Allah üçün səbr etməlisən. Və bu da çox mühümdür. Yəni, səbr Allah üçün olmalıdır. Allah subhanahu və teala bir ayədə buyurur ki, "Əllezîne sabaru ibtiğâe vecihi rabbihim." Onlar ki, Rəbbinin üzünü istəyərək səbr etdilər, səbr edirlər. Rəbbinin üzünü, yəni Rəbbinin rizasını istəyərək, yəni Rəbbin istəyini güdərək səbr edirlər. Yəni Allah subhanahu və teala bu ayədə göstərir ki, səbr Allah üçün olmalıdır. Və həmçinin bilmək lazımdır ki, səbir Allahdandır. Səbir etmək Allahdandır. Yəni, nə deməkdir bu? İnsan öz istəyi ilə, yəni səbir, mən edirəm səbir. Yəni, mənlidir səbir etmək. Yəni, özünə nisbət eləməsi. Yəni, bu işi bacaran mənəm. Yəni, o mənada olmamalıdır. Yəni, bu cürünə fikirləşməməlidir insan ki, səbri özü eləyir. Yəni, Allahdan gəlməsə də özü səbr eləyir. Yəni, Allahın köməyi olmasa da, Allahın yardımı olmasa da. Yəni, bu cürünə fikirləşmək batildir. Səbir Allahdandır. Yəni, o mənada ki, səbir Allahdandır. Yəni, Allah sənə səbir etdirməsə, sən səbir edə bilmərsən. Allahdandır səbir. Allahdan gəlməsə sənə bu, Allah sənə səbir etdirməsə, sən özüvə qalsa, yəni sən səbir edə bilmərsən. Yəni, müvəffəq edən səbrə Allahdır. وَمَا صَبْرُكَ إِلَّا بِاللَّهِ. Allah subhanahu və teala buyurur ki, وَمَا صَبْرُكَ, sənin səbrin illə billah, ancaq Allahdandır deyir. Subhanallah, sənin səbrin ancaq Allahdandır. Yəni, Allahdan gəlir sənə səbir. Allah da Allah səni səbir etdirməsə, sən səbir edə bilmərsən. Lakin, bir məqamı da qeyd edeyim, Allah subhanahu və teala baxır. İnsan səbrə cəhd göstərirsə, səbir etmək istəyirsə, yəni öz qəlbini, öz nəfsini buna təhrik edirsə, Allah ona bu səbir etməyi müvəffəq edir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hədisdə, وَمَنْ يَتَصَبَّرْ yusabbirhullah. Və mən yetəsabbar yusabbirhullah. Kim səbr edərsə, Allah onu səbr etdirər. Allahu akbar. Yəni, səbr etmir. Yəni, kim özünü səbr etdirərsə, yəni qəlbini, öz nəfsini buna təhrik edərsə, səbr etmək istəyərsə, can atarsa buna, yusabbirhullah. Allah da onu səbr etdirər. Və səbir biləndən sonra ki, ibadətdir və biləndən sonra ki, Allah üçün olmalıdır və biləndən sonra ki, səbrə müvəffəq edən Allahdır. Keçirəm səbrin növlərinə. Və dedik ki, səbrin 3 növü var. Var Allahın əmrlərinə səbr etmək, var Allahın qadağan, nəhi etdiklərinə səbr etmək, var Allahın təqdir etdiklərinə səbr etmək. Yəni, müsibətlər, imtihanlar, yəni, bəlalar. Yəni, Allah nəyi ki təqdir edib insanın üzərinə həyatda olur, onlara səbr etmək. Yəni, o mənada. Səbrin 3 qismi də vacibdir. Lakin, bu 3 qismdən daha üstün olan səbir hansıdır? Yəni, səbrin növlərindən hansı daha üstündür? Alimlər ittifaq ediblər ki, əmirlərə və nəhilərə, yəni qadağan olunanlara səbr etmək, məqdurlara, yəni təqdir olunanlara səbr etməkdən daha üstündür. Aydındır? Yəni, səbrin 3 növü var. Allahın əmirləri, nəhy etdikləri və məqdurları. Əvvəl ikisi olan əmirlərlə
nəhilərə, yəni Allahın qadağan etdiklərinə səbr etmək daha üstündür. Yəni, daha fəzilətlidir məqdurlara səbr etməkdən. Niyə? Ona görə alimlər izah ediblər ki, məqdurlara, yəni Allahın təqdir etdiklərinə səbr etmək iddiraridir. Amma o ikisinə səbr etmək ixtiyaridir. Yəni, Allahın əmrlərinə və nəhi etdiklərinə səbr etmək ixtiyaridir. İnsan öz ixtiyarı ilə səbr edir. Amma məqdurlara, yəni Allahın təqdir etdiklərinə səbr etmək iddiraridir. Yəni, məcburidir. Yəni, sənin əlindən onsuz gəlmir içinə. Misal üçün, bir müsibətə məruz qalmısan, bir imtihan olunmusan, üzərifə bəla gəlib. Yəni, səbirdən başqa nə edəcəksən ki? Yəni, sən məcbursan səbir edəsən. Yəni, bu iddirari sayılır. Yəni, ixtiyarı yox. Aydındır? Yəni, onsuz səbirdən başqa heç nə elə bilmirsən. Səbir onsuz eləyirsən. Aydındır? Bu baxımdan alimlər deyiblər ki, birinci və ikinci növü səbrin, əmrlərə və qadağalara olan səbir, məqdurlara olan səbirdən daha üstün və daha əfsəldir. Bu aydındır. Lakin, bu ikisindən bəs hansı üstündür? Yəni, Allahın əmrlərinə səbir etmək üstündür, yoxsa qadağan etdiklərinə səbir etmək üstündür? Yəni, bu ikisindən hansı üstündür? Yəni, var Allah subhanahu və teala əmr edib, o əmrlərə səbr etmək və burada əmr deyildikdə həm müstəhəblər, həm də vaciblər nəzərdə tutulur. Yəni, əmr deyiləndə həm müstəhəb daxildir ora, həm də vaciblər. Yəni, Allahın əmr etdiklərinə səbr etmək üstündür, yoxsa qadağan etdiklərinə, nəhi etdiklərinə səbr etmək. Bu ikisindən hansı üstündür? Alimlər ixtilaf ediblər, elm əhli. Bir qrup alimlər deyiblər ki, Allahın qadağan, nəhi etdiklərinə səbr etmək, yəni asiliklərə səbr etmək, əmrlərə səbr etməkdən daha üstündür. Yəni, bir tayfa alimlər bu görüşdədirlər. Nəyə görə? Çünki deyiblər ki, əmrlərə, daha doğrusu, nəhilərə, yəni asiliklərə səbr etmək, yəni, burada şəhvəti boğub saxlamaq olduğu üçün, çünki asiliklərə, Allahın qadağan etdiklərini etmək şəhvət istəyir. Yəni, şəhvət orada var. Yəni, şəhvətin rolu var orada. Və insanın şəhvətə, öz şəhvətini həbs etməsi, şəhvətinə qarşı səbr etməsi daha üstündür. Amma əmrlərdə şəhvət olmur. Əmrlərdə, misal üçün, insan tənbəllik edər, Allahın əmrini etməz və ya bu kimi şeylər, yəni, bu cür müqayisə edərək deyiblər ki, asiliklərə səbr etmək, əmrlərə səbr etməkdən daha üstündür. Lakin, digər bir tayfa alimlər, bir qrup alimlər deyiblər ki, Allahın əmrlərinə səbr etmək, qadağalarına, yəni asiliklərə, nəhi etdiklərinə səbr etməkdən daha üstündür. Yəni, əksi. Yəni, bu daha üstündür ondan. Niyə? Bu qrup alimlər bu cür izah verirlər ki, deyirlər ki, çünki əmrlərin cinsi, Allah təbaraka və teala əmr edib, var əmrləri, var Allah təala nəhy edib. Bu əmrlərin cinsi qadağanların, yəni o nəhi olunanların cinsindən daha üstündür ona görə. Yəni, iki cins var əlimizdə. Əmrlər və Allahın nəhy etdikləri. Və bu cins bundan daha üstündür. Və daha təhlükəlidir Allahın əmrlərini etməmək, nəinki haramlarını etmək. Yəni, bu cins daha üstündür. Yəni, daha təhlükəlidir. Və bu əmrlər cinsi daha üstün olduğu üçün, bu baxımdan yaxınlaşıblar və deyiblər ki, əmrlərə səbr etmək daha üstündür, daha savabdır, yəni daha fəzilətlidir. Lakin, Allahu a'ləm, Allah daha doğrusunu bilir, məsələnin təhqiqi belədir ki, yəni daha düzgün, daha səhih olan cavab budur ki, məsələnin təfsilatı var. Nə birinci qrup deyən alimlərin sözü səhihdir, nə də ikinci qrup
ikinci tayfa olan alimlərin sözü. Cavab odur ki, səhih odur ki, inşallah, yəni Allahu ələm, məsələnin təfsilatı var. Və bu təfsilatı İbn Qayyim rahimehullah məsələni gözəl təhqiq edib. İbn Qayyim bu məsələni gözəl təhqiq edib və bu cürünə cavab verib. Və buyurub ki, məsələnin təfsilatı var və bu daha səhihdir. Təfsilat ondan ibarətdir ki, böyük əmirlərə, Allahın böyük əmirlərinə, yəni əmirlərin içərisində var, yəni əmirlər fərqlənirlər. Yəni əmirlər bir cinsdə deyamırlar. Yəni əmirlər bir növdə deyamırlar. Əmirlər fərqlidir. Böyük əmirlərə səbir etmək kiçik haramlara səbir etməkdən daha üstündür. Böyük əmirlərə səbir etmək kiçik haramlara, yəni qadağanlara səbir etməkdən daha üstündür. Və həmçinin böyük haramlara, yəni böyük qadağanlara, yəni Allahın nəhy etdiklərinə səbir etmək kiçik əmirlərə səbir etməkdən daha üstündür. Aydındır? Və bu məsələnin təhqiqidir. Və bu görüş daha səhihdir. Misal üçün, böyük haramlara, Allahın böyük haramlarına səbir etmək, duha namazını, fikir verin, dedik ki, böyük haramlara səbir etmək, kiçik əmirlərə səbir etməkdən daha əfsəldir. Misal üçün, böyük haramlara səbir etmək, yəni səbir edib o haramları etməmək daha böyük savabdır, kiçik əmirlərə səbir etməkdən, yəni duha namazını, misal üçün duha namazını qılmaqdan. Aydındır və məsələnin təhqiqi bu yerdədir və bununla kifayətlənirəm və belə hesab edirəm ki, izah edə bildim və Allah subhanahu və teala istəyirəm ki, bizi səbir edənlərdən etsin və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.